Eramızdan əvvəl 8-ci əsrdə İç Oğuzlar indiki Azərbaycan ərazisində dövlət qurdular. Düşmənlər onların gücünü sarsıtmaq üçün böyük ordu ilə yürüşə hazırlıq gördülər. Elin törəsinə görə tayfa başçıları məşvərət üçün hökümdar Ata Arbakın ətrafına toplaşdılar. Sizi bura yığmaqda məqsədim acı və kədərli xəbəri çatdırmaqdır. Məsləhətçim Bazuk, düşmən hökümdarının naməsini mənə gətirir. O bizim tabi olmağımızı və girov olaraq övladlarımızın ona göndərilməsini tələb edir. Əgər tabi olmasaq, onda böyük bir qoşunla bizim üzərimizə gələcəyini bildirir. Ulu Tanrı obamızı qoruyar. Tabi olsa, darmar olaraq. Bizim onlar kadar ordumuz yoktu. Yaxşısı odur, onlarla ədavət eləməyək. Düşmən tülkü kimi hiləgərdir, qəddardır. Eğer evladlarımızı girov qoysaq, o bizi təliyə sala bilər. Üstümüze hücum eləyər. Ona inanmaq olmaz. İndi qərarın nədir? Atar bak. Düşmən bizdən itayət gözləyir. Düşməni qarşısında görən igid belə sual mı verər? Əgər onlar bizdən itaat tələb eləyirlərsə, biz də yağı düşmənin qarşısına çıxıb, gen dünyanı onlara dar eləyərik. Ordunu toplayıb, düşmən üzərinə yürüyəcəyik. Övladlarımızı ise Qoytasara sarı yönəldib, göylər payı Akınakı onlara verməsini diləyərik. Bu bizə yetər. Eğer Tanrı bize qələbə nəsib eləyərsə, xoş. Yox, eğer aqibətimiz məğlub olmaqdırsa, onda İşquz elinə məxsus göylər payı uşaqlarımıza əmanət. Zaman keçər, varislərimiz qayıdıb qisasımızı alarlar. Ulu Tanrı köməyimiz olsun. Ata. Oğlum. Bilirsenmi neler oldu? Yağı düşmən torpaqlarımızı bastı. Öz alıp kan tökmək istər. Bax, onlar üstə ordu sürəcəm. Qərarından agaham. Buyruq ver, mən də qılıncıma qurşanım. Sənə yoldaş olum, istərəm. Sen Targitay soyundan olan Ata Arbak oğlusan. Bir zamanlar məndən Akınak barəsində soruşmuşdum. Mən də vaxtı çatanda anlatacağımı demiştim. İndi o vaxt gəldi, oğul. Atamız Targitay'ın ruhu göylərə qalxanda, göylərdən
İşkuz eline pay geldi. Bolluk ketanı, bilgi çanağı, adalet üzüyü, bir de kanlık kılıncı. Bak, seni o kılıncın ardınca gönderirim. Yolunuz uzun, işinizse çetin. Sen kılınca varınca, onu elde tutunca, bak biz burada er meydanından yüzü ağ çıkmış olarıq. Atar bakım. Boy evladları çadır önündedir. İndi yürü oğul. İşkuz övladları elin xeyir duası ilə doğma yurdu tərk etdilər. Təhlükələr və ağır sınaqlarla dolu səfərdə onların nəyə qadir olduqları bilinəcəkdi. Bugünədək nağıl, əfsanə tək eşitdikləri müqəddəs qılınc Akinak indi gerçək məqsədə dönmüşdü. Cürətli işquzlar düşərgədən çıxan kimi xain niyyət onları qara izləməyə başladı. Deməli Arbaq mənim şərtlərimi qəbul etməkdən imtina edib. Bəli, hökmdar. O sənin qüdrətin, gücün qarşısında aciz olduğunu bildiyi halda yenə də itaət göstərmək istəmir. Demək o mənim qüdrətimi də dəyərləndirmir. Yenə bu işquz inatkarlığı. Hökmdar, izninlə daha bir vacib məqamı ərz edeyim. Atarbaq, Şahzadə Ərsaqla yoldaşlarına Akinakı gətirmək tapşırığını verdi. Qılıncı Ulu Qoytasardan təhvil almaq üçün onlar artıq yola çıxıblar. Qoytasar. Yaxşı, bu işdə sənin məramın nədir? Məramım el-obamı böyük fəlakətdən qorumaqdır, hökmdar. Xəyanət bahasına mı? Bəzən kiçik bir xəyanət ağılsız inatkarlıqdan daha dəyərlidir. Sən elə mi düşünürsən? Xəyanətkarları heç kim sevmir. Hətta mən də. Tutun onu, Hökmdar, başını kəsib nizəyə taxan, qoy hamı xainlərin aqibətindən agah olsun. bu haqsızlıqdır, hökmdar. Hökmdar! Bu haqsızlıqdır!